Muradlı haqqında xatirələr bu dəfə onun yaxın dostlarının və ailəsinin dilindən səsləndi. Hər kəs onu fərqli yönü ilə yada saldı. Kimisi uşaqlıq dostu kimi, kimisi sənət yoldaşı kimi, kimisi də sadəcə qəlbi gözəl bir insan kimi. Dostları danışdılar. İlk tanışlıq, ilk meyxana məclisləri, ilk çıxış həyəcanı. Bəziləri onunla mədəniyyət evində tanış olduqlarını söylədi. Onun bir coğrafyamız var, Natiq adında. O gətirmişdi bizim dəstəyə, yəni bir Mahir Cürətin kollektivinə qoşmaq üçün. İlk tanışdığımız mədəniyyət evində oldu. Vüqar çox gözəl insan idi, çox dəyərli qardaş idi, yaxşı dost idi. Allah rəhmət eləsin, çox cavan köçdü dünyadan, amma hayf, çox hayf. Sənətkar kimi sənətkar. Tanışdığımız hardasa söykənir bizim uşaqlıq illərimizə. Allah rəhmət eləsin. Vüqar, biz uşaq idik. İlk dəfə Mahirin ustadımız, Allah can sağlığı versin, biz hər dəfə Mahirin tələbələri adında yığışıb meyxana deyirdik, bədiyyə deyirdik, adı hər nədirsə. Dedilər ki, bəs bir nəfər də gəlir. O da gəldi, qoşuldu bizə. İlk dəfə elə görmüşəm Vüqarı. Bir səsi də çox nazik idi. Elə biraz ürkə deyirdi. Amma sonradan biraz gəldikcə, günlər keçdikcə maşallah gördük bu əməlli başlı sənətkardır. Yəni bunun qabında qeyri-adi bir istedadı var. Arzumuzdur ki bu xalqın az ola dərd-ü qəmi, dərd azalmır nə qədər yazsa da şair qələmi. Bir zamanlar Qarabağda oxuyub Cabbar əmi, indi isə orada erməni vartan oxuyur, indi isə orada Aşot Qaçaryan oxuyur. Elm insana gərəkdir, odur insan oxuyur. Vüqar Coratlı'nın sənəti ilə yanaşı, bugünkü meyxana müzakirə olundu. Yəni, indiki meyxana deyil, belə pis çıxmasın. İndi o deyil. Var içlərində var, yaxşı meyxana deyənlər var, amma yəni 100% hamısını demək olmaz. Allah hamısını canı sağ edir. Vahid qrupunda hər kəlmədə bir məntiq olur. Bizə kim diqqət edirsə vurulub aşiq olur. Biri doktor, biri hakim, biri müstəntiq olur. Hərə bir sahədə pul yığmağa pulla oxuyur. Hərə bir sahədə pul yığmağa pulla oxuyur. Elm insana gərəkdir.